Salam əziz izləyicilər, hörmətli sosial şəbəkə izləyənlər, əziz vətəndaşlar. Deməli 13 may 2026-cı il. Mən bugün sosial şəbəkələrdən istifadə edərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Vitse-prezidenti Mehriban xanıma müraciət edirəm. Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə müraciət edirəm. Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət edirəm. Müraciətimi bildirmək istəyirəm ki, yanvar ayının 25-i mən Ağdərə rayonunda özümdə su idarəsində işləyirəm. Yanvarın 25-i aşağı Orataq kəndinə gedən zaman gördüm ki, 2 nəfər xırdabuynuzlu heyvanı dövlətin vəsaiti olan, dövlətin tabeliçiyində olan su anbarına xırdabuynuzlu heyvanı salıblar. 2 nəfər çoban. Mən yaxınlaşdım. Dedim ki, bu sudan istifadə edirik. Cəmaət sudan istifadə edir. Öz də qıfılı qırıb anbarın ərazisinə salıb. Qeyri-qanunidir bu. Bu heyvanı buradan çıxardım. Burada mənə təzyiqlər göstərdilər. Və nəhayət ki, bu heyvanı mən bir təhər olsa da, bu heyvanı içməli su anbarının ərazisindən xahişlə, minnətlə çıxartdım. Çobanlar götürüb rəhbərləri olan Ağdam rayonunun Qızıllı Kəngərlənən adlanan kənd sakini İbrahimov Ağamoğlan Firuzoğlu. Ona zəng elədilər. Firuz oğlu Ağamoğlan deməli gəldi ora. Maşından düşən kimi mənim şəhid valideynimə, atama, anama söyüş. Yəni mənə burada demədiyim şeylərlə söyüş elədi. Dedim ki, bəlkə bilmir də, qoy mən deyim ki, dedim mən şəhid evladıyam. Bu da mənim şəhid atamın şəkili telefonda, söyüş söymə Ağamoğlana. Buna baxmayaraq, məni